Allah Ustad Baqir Təməddünə hifz eləsin. Gözəl ustaddır. Onun bir dənə qəşəng sözü var. Deyir, Allah oğlan uşağı ilə qız uşağı arasında elə uşaqlıqdan elə fərq qoyur, uşaqlıqdan. Niyə görə? Çünki qız uşağı böyüyəcək, ana olacaq. Oğlan uşağı böyüyəcək, evin sahibi olacaq. Aralarında fərq var da. Buna analıq vəzifəsinə görə Allah elə uşaqlıqdan qız uşağına bəzi duyğular verir. Oğlan uşağı da kişi olacaq, idarəçi olacaq, idarə eləyəcək. Ona görə uşaqlıqdan ona bəzi xüsusiyyətlər verir. Ha? Məsələn, bunu siz də görərsiniz də evdə. Övladı olmayanlara da Allah övlad versin Rüqəyyə xatir. Övladı olanlar bilir. Məsələn, evə bir dənə çöp düşər, oğlan uşağı 100 dəfə keçər onun üstündən əyilib götürməz. Qız uşağı elə görən kimi gələr götürər. Dəstəmaz alarsa, oğlan uşağı necə eyninə gəlməz, qız uşağı tez qaçar, dəsmalı gətirərsən. Səndən qabaq xalçanı sərərsən. Uşaqlıqdan belə də fərq var. Bu oğlan uşağı ilə qız uşağında bir dənə də fərq var. Oğlan uşağının yanında atasını vursalar əgər, oğlan uşağı ayaq tutub yerisə bəs eləyir. Ayaq tutub yeriməyi bəs eləyir. Kim olsa hücum eləyəcək, hücum çəkəcək. Çünki bunda fitrətəndir də, atasını vuranı o da vurmaq istəyəcək. Vurma atamı, bırax atamı. Amma qız uşağının yanında atasını vursalar, qız uşağı hücum eləmir. Yoxdur onda, Allah qoymuyor. Qız uşağı neynir bəs? Əgər onun gözünün qabağında atasını vursalar, qaçır sağa, qaçır sola, köməkçi istəyir. Ay kişilər, gəlin, gəlin, əmilər, dayılar, atama kömək eləyin. Qız uşağı belə eləyər. Haray çağırar. İndi bildiniz nə deyəcək? O Həzrəti Rüqəyyənin qabağında İmam Hüseynin kəsilmiş başı Yezid vurandı. Rüqəyyə bir sağa baxdı, bir sola baxdı. Heç kəsi köməyə çağıra bilmədi, elə sıxıldı bibisi Zeynəbə. Dedi, Zeynəb, babamı vururlar, bibi babamı vururlar. Esselamu aleykə ya Əbu Abdillah və aləl ərvah illəti həllət bi finaik.